Salam, söz analizi rubrikamız davam eləyir. Yadınızdadırsa mən Füzulinin mənə badi səba o sərvigürlükdən xəbər verməz misrası ilə başlayan beyti izah eləyəndə aprel ayından danışmışdım. Yaz vaxtı sahib Mehdi Əzzaman tərəfdən əsən küləkdən, ətirli küləkdən danışmışdım. Telepatik bağdan danışmışdım. Həmin qəzəlin deməli son beytində Füzuli belə deyir. Füzuli dəhərdən kam almaq olmaz olmadan giryan, sədəf su almayınca əbri nisandan gövhər verməz. Gördünüzmü? Burada özü də bir daha yaz yağışına, aprel ayına qayıdır. Əbri nisan aprel yağışıdır. Həm də burada Peyğəmbərin məşhur ağladan yanında otur ifadəsinə bir göndərmə var. Bilirsiniz ki, burada ağlamaq, yəni ağlayıb sızlamaqdan söhbət getmir. Mirzə Ələkbər Sabirin dediyi ağlamaqdan getmir. Burada ağlamaq cəmiyyətin, ətrafın, yəni dünyanın, insanların halına ağlamaq mədəniyyətinin, ağlamaq müdrikliyindən gedir. Füzuli deyir ki, sən deməli ağlamadan, dəhərdən, dövrandan kam ala bilməzsən. Yəni kamil öz zamanında, sağlığında kamil insan kimi yetişə bilməzsən. Necə ki, aprel yağışı malyuska dəyməmiş, o gövhərə çevrilmir. Yəni insanın ağlaya-ağlaya kamilləşməsini, müdrikləşməsini malyuskların aprel yağışı ilə reaksiya girib gövhərə çevrilməsi ilə inanılmaz bir metafora eləyir. İnanılmaz, yəni heyrətamiz dərəcədə gözəl bir metafora eləyir. Bu real bir hadisədir, fiziki bir hadisədir, fiziki və bioloji bir hadisədir. Malyusklar yaz vaxtı çıxırlar dəryanın üzünə, aprel yağışı onlara dəyəndə onlar yumulurlar və çəkilirlər dənizin, dəryanın dibinə, suyun dibinə çəkilib, reaksiya gedib gövhərə çevrilirlər. Deməli, Aşıq Ələsgər isə həmin gövhəri yaxşı sözün, mənalı sözün məcazı, simvolu, işarəsi kimi işlədir həmişə. Məsələn, deyir, hər cayı hədiyana sayar, naşı bilməz qiymatını. Əhli ürfan məclisində gövhər misaldı yüküm. Əhli ürfan o gövhəri tapacaq, o dəryanın dibindən o gövhəri tapıb çıxardacaq o simvolların arxasından və məni başa düşəcək. Başqa dastanlarında da var, deyir ki, bu bağlamanı kim açsa, Ələsgər, nə bilim, sənin bu bağlamanı kim açsa, onun, deyir, gövhər də onun, nə bilim, mükafatı gövhər də onun. Yəni, bir söz gövhəri tapıb mükafatlanacaq, özü ona sevinəcək. Yəni, əslində biz bu intellektual tekstlərin çoxunu oxuyanda, məsələn, o mətnin altındakı mətləbləri ki, tapırıq, sanki bir gövhər, bir qiymətli şey tapırmış kimi sevinirik və Aşıq Ələsgər də bu bənzətmə ilə çox ciddi bir iş görüb, hətta görülür ki, o əvvəl klassik ədəbiyyatda sözü gövhərə oxşadanlar olub və məncə var, mənim də rastıma çıxıb, indi konkret xatırlamıram, amma ümumiyyətlə söz gövhəri ifadəsi var. Yəni, bu Aşıq Ələsgərdən də əvvəl var. Ancaq heca şeirində bunu Dədə Ələsgər qədər çox və dərindən işləyən olmuyor. Və Ələsgər bununla da yetinmir. Deyir, gövhər olar dəryalarda dərində, onu qəvvaz çəkər ay üzə tək-tək. Özü də təcnisdə deyir bunu. Bəzən bizimkilər təcnisi yazırlar, görürsən, sözün əlində qalırlar, ritm axsıyır. Yəni, gedə bilmirlər də, hava olmur, sözlərin, mənaların dalınca qaçırlar, ilham axsıyır. Aşıq Ələsgərdə isə təcnisi oxuyursan, onun təcnis olduğu ilk baxışdan hiss olunmur. Yəni, o qədər ilhamla yazılıb ki, sanki təcnisin o məhdudiyyətləri yoxdur burada. Amma diqqətlə belə qulaq asanda artıq görürsən, sözlər təkrarlandı və bilirsən ki, bu təcnis imiş. Yəni, o qədər havalı gedir, o bir qoşmalardan fərqlənmir. Yəni, təcnis, cinas sözləri tapıb, hecalara, təkt bölgülərinə, qafiyələrə düzmək deyil. Təcnis, cinas, şeiri, cinas qafiyələrlə yaza bilmək məharətidir. Yəni, birinci əsas o şeir kimi, mətn şeir kimi alınmalıdır. İkinci o cinas məsələləri var. Yəni, belə deyək də, hər cinas şeir deyil. Bunu demək istəyirəm və Ələsgərin bu bənzətməsində başqa bir dərin mətləb də var. Deməli, qəvvas nədir? Qəvvas, deməli, nəfəs məşqlər eləyir. İndi dalğıcla onu qarşılıqlı qarışdırırlar. Elə deyil, dalğıc oksigen balonlarından istifadə eləyir. Qəvvasların vaxtında o yox idi. Nəfəs məşqləri eləyirlər. İki qəvvas gəlir, uzun bir iplə, biri dəryanın kənarında durur, biri də ortasına bağlayıb, kəllə vurur dəryaya. Kəllə vurur, çöldəki nəfəsini tənzimləməklə onun vəziyyətini başa düşür. Yəni, ipin uzunluğu ilə ölçür, biçir, o algoritmi düz götürür. Və görür ki, artıq sorun yaranır, artıq nəfəs təngiyə bilər və başlayır ipi sürətlə çəkməyə ki, o qəvvası suyun içindən havaya çıxartsın ki, o orada ölməsin, yəni ağciyərinə hava getməsin. Yəni, qəvvas həmin vaxt ərzində öz nəfəsi çatdığı qədər, nə qədər dərinə gedirsə,
o qədər gövhər götürə bilir. Bəzən nəfəsi çatmır, gedib gövhər götürə bilmir. Ələsgər bu beytlə demək istəyir ki, dəryaların dibindən, mənalar aləminin dərinliyindən gözəl söz çıxartmaq üçün sənin güclü nəfəsin olmalıdır. Güclü enerjin olmalıdır, güclü ilhamın olmalıdır. Qəvvaslar necə ki, güclü nəfəs sayəsində dəryanın dibindən gövhəri çəkib çıxardırlar. İfadə tərzinə baxın, qəvvas olar dəryalarda dərində, üzr istəyirəm, gövhər olar dəryalarda dərində, onu qəvvas çəkər, ay üzə tək-tək. Çox sağ olun, uğurlar olsun.